Şərq musiqisinin əcdadı sayılan muğamın tarixindən danışacağıq. Muğam mistik musiqidir. İnsanın irrasional aləminin səsidir. Muğam musiqisinin fəlsəfəsini anlamaq üçün ilk növbədə muğam sözünün etimologiyasını bilmək lazımdır. Bəzi tədqiqatçılar muğam kəlməsinin ərəbcə məqam sözündən yarandığını iddia edirlər. Məqam sözü həqiqətə varan insanın son dayanacağını bildirir. Məqama çatmaq, Tanrıya qovuşmaq, onda əriyib yox olmaqdır. Məqam o metafizik anın adıdır. Digər tədqiqatçılar isə muğam kəlməsinin yaranmasını İslamdan öncəki şərq mistik inanclarının kahinləri olan muğlarla, maqlarla əlaqələndirirlər. Bu tədqiqatçıların fikrincə muğam muğların, maqların Tanrı ilə ünsiyyət halının ifadəsi idi. Təsadüfi deyil ki, muğam ifaçısı adətən ifasına yar, aman, aman yalvarışı ilə başlayır. Bildiyimiz kimi irfan ədəbiyyatında yar kəlməsi Tanrıya müraciətdir. Sufinin yar dediyi öz xalası qızı deyil, Tanrıdır. Muğam ifaçısı avazla yar, aman deməklə Tanrıdan aman diləyir. Bu söz bir duadır. Muğamı maqlarla bağlayanlar da onun qədim şərq məbədlərində oxunan dualardan törədiyini iddia edirlər. Dilimizdəki müğənni sözü də muğamdan, daha doğrusu muğ kahinlərinin adından yaranıb. Şərq mədəniyyətinin ən özünə məxsus məskəni olan Yaponiyada insanın gizli mənini muqa kəlməsi ilə ifadə edirlər. Yunus Əmrənin dediyi bir mən vardır məndə məndən içəri deyimindəki o gizli mən irfan ədəbiyyatında insanda olan Tanrının varlığına işarə edir. Muğamlar haqqında yazan Əbülqədir Mərəğayi, Əl-Fərabi kimi böyük filosoflar muğamların şöbə və güşə adlarını 4 qismə bölüblər. Say adı ilə bağlı olan muğam və şöbələrin sayı 7-dir. Qədim Yunanlar 7 səma cismi sayırdılar və Pifaqor bu 7 səma cisminə uyğun olaraq musiqini 7 səs tonuna bölmüşdü. Riyaziyyatçı olmasına baxmayaraq musiqi sənətinin elmi əsaslarını yaradan Pifaqor belə musiqi ilə səma arasında bir bağın olduğunu düşünürdü. Muğam qədim dünyada bu bağlardan biri idi.